İnsan bədəni kainatın ən möhtəşəm möcüzələrindən biridir. Biz bəzən gündəlik həyatımızda bədənimizin necə işlədiyinə fikir vermirik, amma əslində o, hər saniyə möhtəşəm şeylər edir. İndi gəlin insan bədəni haqqında sizi təəccübləndirəcək 10 fakt izləyək. Fakt 1. Beynin sürəti. İnsan beynində təxminən 86 milyard neyron var. Bu neyronlar saniyədə 400 km/saat sürətlə siqnal ötürür. Yəni, beynimiz dünyanın ən sürətli kompüterlərindən belə güclü bir informasiya şəbəkəsinə malikdir. Maraqlısı odur ki, bədənimizin bütün enerjisinin 20%-i yalnız beyin istifadə edir. Fakt 2. Qan dövranı möcüzəsi. İnsan bədənində 100 min kilometrdən çox qan damarları var. Bu məsafə yer kürəsini 2 dəfə dolanmağa bəs edər. Qəlbimiz isə gün ərzində təxminən 100 min dəfə döyünür və 7-8 min litr qanı bütün bədənimizə vurur. Yəni, biz oturub heç nə etməsək də, ürəyimiz durmadan işləyir. Fakt 3. Dərinin gücü. İnsan dərisi bədənimizin ən böyük orqanıdır. Orta hesabla 2 kvadrat metr ölçüyə sahibdir. Dəri təkcə bizi xarici təsirlərdən qorumur, həm də daim yenilənir. Məsələn, hər dəqiqə 30-40 min ölü dəri hüceyrəsi tökülür. Hətta hesablanıb ki, insan ömür boyu təxminən 20 kiloqram dəri dəyişir. Fakt 4. Sümüklərin möhkəmliyi. İnsan skeleti 206 sümüklə qurulub. Ən maraqlısı isə budur ki, sümük poladdan daha möhkəmdir. 1 santimetr kub sümük bir neçə ton yükə tab gətirə bilər. Amma uşaqlıqda sümüklərin sayı daha çox olur. 270. Çünki böyüdükcə bəzi sümüklər birləşir. Fakt 5. Mədənin özünü qoruması. Mədəmiz hər gün qidanı həzm etmək üçün güclü turşular ifraz edir. Əslində bu turşular o qədər güclüdür ki, metalı belə əridə bilərdi. Amma maraqlısı budur ki, bədənimizin daxili divarı daim yenilənir və özünü qoruyur. Əks halda mədəmiz öz-özünü yeyərdi. Fakt 6. Əllərin gücü və barmaq izi. Hər insanın barmaq izi tamamilə unikal olur. Dünyada eyni barmaq izinə sahib 2 insan yoxdur. Hətta eyni əkizlərdə belə barmaq izi fərqlidir. Bundan əlavə, əllərimizdəki əzələlər çox güclüdür. Baş barmaq bütün digər barmaqlara qarşı hərəkət edə bildiyi üçün biz alətlərdən istifadə edə bilirik. Fakt 7. Gözlərin gücü. İnsan gözü 10 milyondan çox rəng çalarını seçə bilir. Gözümüzün bəbəyi işığa görə böyüyür və kiçilir. Maraqlısı isə budur ki, gözlərimiz insan bədənində heç vaxt böyüməyən yeganə orqandır. Körpəlikdə necədirsə, elə də qalır. Göz qırpmaqda çox maraqlıdır. Gün ərzində təxminən 15-20 min dəfə gözümüzü qırpırıq. Fakt 8. İnsan bədəninin elektrik enerjisi. Bədənimiz daim elektrik impulsları yaradır. Əgər bədəndəki bütün elektrik enerjisini bir anda boşaltsaq, bir lampanı qısa müddət işıqlandırmaq olar. Maraqlıdır ki, ürəyin döyüntüləri də elektrik impulsları sayəsində baş verir. Fakt 9. Beynin yuxuda işləməsi. Biz yuxuda olarkən beynimiz tam sönmür. Əksinə, bəzi hallarda o gündüzdən daha çox işləyir. Yuxularımız yaddaşı gücləndirmək və emosiyaları tənzimləmək üçün vacibdir. Maraqlısı odur ki, həyatımızın təxminən 25 ilini yuxuda keçiririk. Fakt 10. Bədənin səsi. İnsan bədəni daim səs çıxarır. Ürəyin döyüntüsü, qan axını, hətta hüceyrələrin fəaliyyətindən yaranan xırda səslər. Əgər qulağımız bu səsləri eşidə bilsəydi, həyatımız çox səs-küylü olardı. İnsan bədəni sadəcə ət və sümükdən ibarət deyil. O möcüzələrlə dolu bir kainatdır. Sizcə bədənimizin ən inanılmaz xüsusiyyəti hansıdır? Şərhlərdə yazın və daha maraqlı faktlar üçün kanala abunə olun.